Möhtərəm müsəlman qardaşlarım, ilk öncə öz nəfsimi və sonra da sizi Allah Azza və Cəlləyə qarşı təqvalı olmağa çağırıram. Və Peyğəmbər sallallahu aleyhi və səlləmi hər bir xütbəsində və hər bir vəzində müsəlmanlara tövsiyə elədiyi ən əsas nəsiyyəti idi təqva. Və təqvadan daha dəyərli nəsiyyət yoxdur və təqva hər bir xeyrin əsasıdır. Necə ki Allah Azza və Cəllə bunu Quran-ı Kərimdə bir çox yerdə bəyan edir. Və buyurur ki: وَمَنْ يَتَّقِ اللَّهِ يَجْعَلْ لَهُ مَخْرَجًا وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ وَمَنْ يَتَوَكَّلَ عَلَى اللَّهِ فَهُوَ حَسْبُهُ. Əl-Əyə. Kim Allaha qarşı təqvalı olsa, Allah onun üçün çıxış yolu açar. Və kim Allaha təvəkkül etsə, bilsin ki, Allah ona kifayətdir. Və başqa ayədə Allah Azza və Cəllə buyurur: وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مِنْ أَمْرِهِ يُسْرًا. Kim Allaha qarşı təqvalı olsa, Allah Azza və Cəllə onun çətinliklərini asanlaşdırar. Və başqa ayədə Allah Azza və Cəllə buyurur: يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تَتَّقُوا اللَّهَ يَجْعَلْ لَكُمْ فُرْقَانًا. Ey iman edənlər, əgər Allaha qarşı təqvalı olsaz, Allah Azza və Cəllə sizə furqan verər. Yəni, haqqı batildən ayıran gözəl fəhim. Və s. və ilə axır. Və baxırsan ki, Allah Azza və Cəllə bütün bu vəd etdiyi şeylərdə təqvanı bizə şərt qoşur. Və təqva hər bir xeyrin əsasıdır və təqvadan daha dəyərli nəsiyyət yoxdur. Və bilmək lazımdır ki, müsəlman təqva sifətinə yalnız və yalnız Allah Rasulunun sünnətinə tabi olmaqla müvəffəq ola bilər. Və kim sünnət yolundan başqa bir yolda təqva sifətini axtarırsa, şübhəsiz ki, o zəlalətdədir. Necə xütbənin başında dediyim hədisdə Allah Rasulü buyurur ki, həqiqətən kəlamların ən doğrusu və başqa rəvayətdə gəlir ki, kitabın ən gözəli, kəlamın ən gözəli və kitabın ən doğrusu Allahın kəlamıdır və Allahın kitabı və yolların ən xeyirlisi Muhammed sallallahu aleyhi və səlləmin yoludur. Və ən şərli olan yollar sonradan ortaya çıxarılan yollardır və sonradan ortaya çıxan hər bir yol bidətdir, hər bir bidət zəlalət və hər bir zəlalət də cəhənnəm odudur. Necə ki Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur, çox yerdə Allah Rasuluna tabiçiliyi əmr edir. Və buyurur ki, Yə eyyuhəl-ləzīnə əmənu, ey iman edənlər. Necə ki Abdullah ibn Məsud radiyallahu anhu deyir ki, əgər Quranda Yə eyyuhəl-ləzīnə əmənu xitabı ilə bir ayə başlayırsa, bu bizə xitabdır. Və burada ya bir əmr var, ya da bir nəhy. Və Allah Azza və Cəllə buyurur, ey iman edənlər, əti'ullaha və əti'ur rasul. Allaha və onun Rasuluna tabi olun. Və başqa ayədə Allah Azza və Cəllə buyurur, qul, öz Rasuluna xitabən, de ki, yenə də şərt qoyur, in kuntum tuhibbunallah, fəttəbi'uni, yuhbibkumullah və yəqfir ləkum zunubəkum. Əgər siz Allahı sevirsinizsə, mənə tabi olun. Mənə tabi olun ki, Allah da sizi sevsin və sizin günahlarınızı bağışlasın. Ona görə təqva sifətinə nail olmağın yolu budur. Allah Rasulunun sünnətinə tabiçilik. Fəqət sonradan İslam firqələri içərisində əslən bu firqə İslam firqələrindən sayılmaz. Bəzi cəmaatlar çıxdı, özlərini Qur'anilər adlandırdılar və Allah Rasulunun sünnətini inkar eləməyə başladılar. Və dedilər ki, Qur'an bizə kifayətdir və sünnətə heç bir ehtiyac yoxdur. Və əslində Peyğəmbər sallallahu aleyhi və səlləm bu cür insanların gələcəyini bizə xəbər vermişdir. Necə İmam Tirmizi Sünənində səhi sənədlə rəvayət edir ki, Allah Rasulu bunu bizə xəbər verib və buyurub ki, vaxt gələcək belə insanlar olacaq, hansı ki öz oturacağına əyləşir və ona mənim kəlamımdan bir əmr və ya bir nəhy gələndə deyəcək ki, mən bilmirəm.
Allahın kitabından, Allahın kəlamından danış. Nə ki Allahın kitabında halaldır, halaldır. Nə ki Allahın kitabında haramdır, haramdır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisin başqa rəvayətində, hədisin sonunda deyir ki, diqqət edin, mənə Qur'an və onun misli verilir. Qur'an və onunla yanaşı ona oxşarı, yəni sünnə. Və bu hədis dəlildir ki, sünnə vəhidir. Və Allah Rasulü bunu demişdi. Demişdi ki, bu cür cəmaatlar çıxacaq. Və bu cür cəmaatlar çıxdı, hətta tabiinlərin zamanında. Və Hasanul Basri radiyallahu anhu bu cür cəmaatları görənlərdəndir. Necə ki, İmam Hakim Mustadrakində rəvayət edir ki, Hasanul Basri bu cür bir tayfana cəmaatla rastlaşır, hansı ki, özlərini Qur'anilər adlandırırlar və sünnəti rədd edirlər. Və İmam Hakim onlarla, İmam Hasan Əl-Basri rahiməhullah onlarla mübahisə eləyəndə, bu mövzunu müzakirə eləyəndə deyir ki, sizin Qur'anla getməyiniz tək mümkün deyil. Soruşanda ki, nəyə görə? Deyir, çünki siz iddia edirsiniz ki, Qur'an bizə kifayətdir və biz yalnız Qur'anla gedirik. Deyir, sən necə bu iddianı edə bilərsən? Özün öz iddianda ziddiyyətdəsən. Nə üçün? Çünki Qur'an səni yönəldir sünnəyə. Məsələn, mən bugün deyim ki, mən təkcə Qur'anla gedirəm. Yaxşı, gedək Qur'anla. Sabah açıram Qur'anı və oxuyuram bu ayəni. Ya eyyuhəl-ləzīnə əmənu, ati'ullah və ati'ur rasul. Və mən yuti'ur rasul fəqəd ata'allah. Kim Rasula tabi olsa, bilsin ki, Allah tabi olur. Qur'an məni yönəldir sünnəyə. Mən elə Qur'anla məcburam ki, dönüm sünnəyə. Və həmçinin İmam Şafi rahmanullah bu cür insanlarla, bu cür cəmaatlarla söhbət edən alimlərdəndir. Və Şafi rahmanullah deyir ki onlara, yaxşı, siz ki iddia edirsiniz, biz yalnız Qur'anla gedirik. Onda Allah azze və kəllə buyurur ki, Qur'anda, məsələn, Aqimus salah və atuz zəkah, namaz qıl və zəkat ver. Və başqa ayədə, və təhuccəl beyti in istata'te ileyhi səbilə, əgər gücün çatsa həcc ilə və s. və ilə axır. Yaxşı, necə qılacaqsan namaz? Məsələn, zöhr namazını neçə rükət qılacaqsan? Nə formada? Nədən, necə verəcəksən zəkat? Varmı Qur'anda? Yoxdur. Hamısını bəyanlayan sünnədir. Və baxırsan ki, bu fikirlər indiki zamanda da çıxıb ortaya və bəzi qonşu ölkələrdə və artıq gəlib bizlərə. Ola bilər özlərinə Qur'ani deməsələr də, biraz söhbət eləyəndə, dilini biraz açanda, görürsən ki, həmin Qur'anilərdəndir və sünnəti rədd eləyirlər. Və əsas iddiaları və şübhələri nədir bunlar? İstərdim ki, bu xütbədə onların bəzi şübhələrini qeyd edin və cavablandırın. Hətta sizə məsələ aydın olsun. Ancaq bir şey bilin ki, məsələ bildiyiniz kimi bəsit deyil. Artıq burada bu fikirlər artıq ayaq açıb. Ola bilər bəzi qardaşlar bu şeylərdən xəbəri yoxdur. Məsələn, səhər çıxır, gedir işə, axşam gəlir. Xəbəri yoxdur bu şeylərdən. Amma bu məsələlərin içində olan şəxs bilir ki, qardaşlar bilir ki, artıq bu fikirlər ayaq açıb və hətta bəzi qardaşlar bu fikirlərdən, bu şübhələrdən təsirləniblər. Və onların əsas şübhələri nədir? Birincisi deyirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə nazil olan vəhiy yalnız Qur'andır. Və iddia ediblər ki, sünnə vəhiy deyil. Və biz vəhyə tabeyik, necə ki Allah Rasulü və onun səhabələri vəhyə tabeydirlər. Təbii ki, bu batildir. Qur'an vəhiy olduğu kimi, sünnə də vəhiy. Və dəlil Nəcm surəsi 3-cü və 4-cü ayələr. Uca Allah buyurur, وَمَا يَنْتِقُ عَنِ الْحَوَى اِنْ هُوَ إِلَّا وَحْيُ يُوحَى. O öz nəfsindən danışmaz, danışdığı yalnız vəhiy ilədir. Yəni, vəhiydən başqa bir şeylə danışmaz.
Və bu ayət dəlildir ki, sünnə vəhiydir. Biri deyə bilər ki, yox. Bu ayədə qəsd edilən o yalnız vəhiy ilə danışır, Qur'andır, batildir. Nəyə görə? Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm namazı əshabına öyrədib, öyrətməyib, öyrədib. Və namazı əshabına öyrədəndə, ümmətinə öyrədəndə namaz necə qılınır, neçə rükət qılınır, vaxtları nədir və s. Bunları onlara şərh eləyəndə öz ləfsi ilə danışırdı, yoxsa Qur'anla. Desən ki, Qur'anla danışırdı, gətir Qur'anda bunları. Yoxdur Qur'anda. Məcbursan deyəsən ki, öz ləfsi ilə danışırdı. Öz dili ilə danışırdı. Qur'andan kənar. Qur'an əmrləmişdi ki, namaz qılın və Allah Rasulü bunu şərh eləyirdi. Və şərh elədiyi sünnədir. Sual. Şərh eləyərkən özündən danışırdı, yoxsa vəhiy ilə? Cavab. Vəhiy ilə. وَمَا يَنْتُقَ عَنِ الْحَوَى اِنْ هُوَ إِلَّا وَحِيُّ يُوحَى. Vəhiydən başqa bir şeylə danışmırdı. Bu dəlildir ki, açıq aydın, sünnə vəhiydir. Fəqət onların bu məsələdə şübhəsi nədir? Onlar deyiblər ki, yaxşı, Peyğəmbər sallallahu aleyhi və səlləmin onda hər hərəkəti vəhiydirmi? Bir yoldaşına deyib ki, misal üçün, götür bu pulu, get bazardan filan şeyə al. Bunu da vəhiy ilə mi deyib? Cavab yox. Təbii ki, onlar bu sözü niyə deyiblər? Onlar başa düşməyiblər ki, sünnə nədir? Və elə biliblər ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin dediyi və etdiyi hər bir əməl sünnədir. Xatadır. Sünnə, Allah Rasulunun sallallahu aleyhi və alihi və səlləmin şəriət naminə və şəriət adına dediyi və etdiyi hər şeydir. Adət olaraq dedikləri və adət olaraq etdikləri yox. Məsələn, misal, o vaxtın ərəbləri saqqal saxlayardılar və saçı uzadardılar. İstər mömin olsun, istər kafir. Abu Cəhl də belə idi, Abu Ləhəb də belə idi, tutaq ki, Abu Bakr da belə idi, Ömər də, radiyallahu anhumə və Allah Rasulü da. Yəni, ərəb olduğuna görə. İndi sual, saç saxlamaq, yəni saçı uzatmaq, hansı ki, boyun görünməyəcək şəkildə sünnədirmi? Cavab odur ki, sünnə deyil. Nə üçün? Çünki Allah Rasulü bunu şəriət olaraq etməzdi. Allah Rasulü bunu adət olaraq edirdi. Sual, bəs saqqal necə? Saqqal sünnədir, hökm vacibdir. Baxma ki, ərəbin adəti olsa da, Allah Rasulü hədisi ilə onu şəriətə bağladı. Adət olaraq adətdən çıxartdı və bağladı şəriətə. Buyurdu ki, kişilər üçün bığlarınızı qısaldın və saqqallarınızı uzadın. Amma saçı şəriətə bağlamadı, adət olaraq qaldı. Ona görə sünnə Allah Rasulunun şəriət naminə dediyi və etdiyi şeylərdir. Adət olaraq etdikləri yox. Ona görə hər dediyi və hər etdiyi sünnə deyil. Necə ki, Şeyx Albani rahiməhullaha sual verirlər ki, qaşıqla yemək, çəngəllə yemək bidətdir. Şeyx cavabında deyir ki, məgər əllə yemək sünnədir, qaşıqla yemək də bidət olsun. Əllə yemək ərəbin adətidir. Allah Rasulü Çinlərin içərisindən çıxsaydı, taxtana yemək yiyəcəkdi. Taxtana yemək sünnə mi olacaqdır? Əsla. Allah Rasulü bunu adət olaraq edir. Amma ki, 3 əllə yemək sünnədir. Ona görə kim qaşıqla yeyəndə, qaşığı ovucu ilə yox, 3 əllə tutsa, sünnəyə riayət edir. Niyə görə? Çünki 3 əllə yeməyi Allah Rasulü şəriətə bağlayıb. Və ya sağ əllə yemək sünnədir. Daha doğrusu vacibdir. Ona görə sən qaşığı solla yox, sağla tutsan, sünnəyə riayət etmiş olarsan. Çünki Allah Rasulü bunu sünnətə bağlayıb. Ona görə sünnə Allah Rasulunun şəriət olaraq etdiyi və dediyi şeylərdir.
adət olaraq etdikləri yox. Və sonra ortaya şübhə atıblar ki, Qur'an qorunub və Allah Azza və Cəllə Qur'anın qorunmasına dair vəd verir. Amma sünnə üçün belə bir vəd yoxdur. Bu iddianın cavabında biz deyirik ki, Qur'an qorunduğu kimi sünnə də qorunur. Uca Allah Hicr surəsində buyurur ki, İnna nahnu nazzalna zikra və inna lahu lahafizun. Biz zikri endirdik və biz onu qoruyacağıq. Təbii ki, burada zikr, Qur'an və sünnədir. Zikr, yəni vəhiy. Və bayaq qeyd elədim ki, sünnə də vəhiydir. Və sünnə vəhiydirsə, deməli, o da Qur'an-ı Kərim kimi Allah Azza və Cəllə hifsi altındadır. Və fikir versəz, bu ayədə Allah Azza və Cəllə vəhi nə adlandırdı? Zikr. Zikri biz endirdik və biz onu qoruyacağıq. Və başqa ayədə, Nəhl surəsi 44-cü ayədə Allah Azza və Cəllə buyurur ki, وَأَنْزَلْنَا إِلَيْكَ الذِّكْرَ. Biz sənə zikri endirdik. Yaxşı, zikr nədir burada? Necə İbn Həzm rahimehullah deyir ki, burada zikr eləməz sünnədir. Və ayə dəlildir ki, zikr özü, sünnə özü endirilib. Çünki ayənin davamına bax. وَأَنْزَلْنَا إِلَيْكَ الذِّكْرَ. Biz sənə zikri endirdik ki, لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِ. İnsanlara nazil olanı o zikirlə açıqlayasan. Allah Azza və Cəllə ayədə göstərir ki, nazil olan iki dənə şey var. Və bu Qur'an və sünnədir. Və ya hətta götürsək ki, bu ayələr yoxdur. Qur'an-ı Kərim sünnətin qorunmasına zamindir. Allah Azza və Cəllə buyurur, bayaq qeyd edədiyim ayələrdə, Ya eyyuhəl-ləzīnə əmənu, ati'ullah və ati'ur rasul. Allaha və onun Rasuluna tabi olun. Yaxşı, mən iddia eləsəm ki, bugün sünnət qorunmuyub və Allah Rasulunun sünnəti qorunmuş halda yer üzərində sabit deyil, bu o deməkdir ki, Qur'andakı ayələr var, Allah Rasulunun sünnətinə tabiçiliyi əmr edən. O ayələr öz aktuallığını itirib. Ayə mənə xitab eləyir. Ey iman edənlər, Allah Rasuluna tabi ol. Əgər mən deyirəmsə ki, sünnə yoxdur, yaxşı, bu ayə necə əməlliyim mən? Onda bu ayənin hökmü aradan qalxır. Bu ayə özü dəlildir ki, sünnə məhfuzdur. Sünnə qorunub. Çünki ayə deyir ki, sünnətə tabi ol. Və bu ayə bir deyil, Qur'anda onlarladır və qiyamətəcən də oxunacaq. Və bu xitab, Ya eyyuhəl-ləzīnə əmənu xitabı, hər bir möminədir, hətta qiyamətəcən. Bu özü dəlildir ki, sünnə qorunub. Və sonra şübhələrindən biri odur ki, Qur'an yazılıb Allah Rasulunun sağlığında, sünnət isə yazılmıyor. Və ona görə biz Qur'ana etimad edir, sünnətə isə şübhənə yanaşırıq. Təbii ki, bu iddianı biz qəbul eləmərik. Və biz bilirik ki, Qur'an yazıldığı kimi, hətta Allah Rasulunun zamanında sünnə yazılırdı. Düzdür, ilk vaxtlar Peyğəmbər sallallahu aleyhi və səlləm hədisləri yazmağı qadağan eləmişdir. Və səbəb də əvvəlki ümmətlərin başına gələn müsibətin bu ümmətin başına gəlməsi idi. O müsibət də nə idi? Allah Rasulunun kəlamını Allahın kəlamı ilə qarışdırmaq. Və sahabələr elmdə cahil idilər və İslamda yeni. O zaman ki, Mədinəyə hicrət etdilər, artıq sahabələr elmlənmişdi. Və sahabələr yazırdı. Məsələn, Abdullah ibn Amr radiyallahu anhu Allah Rasulunun hədislərini yazan sahabələrdəndir. Və 1000-ə yaxın hədis yazır. Yazılı şəkildə. Və bir gün hətta sahabələr gəlib ona deyəndə ki,
Allah Rasulundan əmr olaraq, nəhy olaraq eşitdiyin hər şeyi yazma. Ola bilər qəzəbli olar, nəyisə əmr edər, nəyisə qadağan edər, qəzəbindən xəta edər və yazmaqda dəyməz. Və sahabə deyir ki, bir müddət yazmadım, gözlədim və sonra getdim Allah Rasulunun yanına. Və bu hadisəni nəqillədim Allah Rasuluna. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, yaz, vallahi bu dildən haqdan başqa heç nə çıxmaz. Və başqa bir hədis, hansı ki Tirmizinin Sünənində və Abu Davudda nəql olunan hədisdir. Bir sahabə gəlir Allah Rasuluna və deyir ki, hifsim zəifdir, hifsinin zəifliyindən şikayət edir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sağ əlindən istifadə et. Yəni yaz, qələmə al. Və başqa hədisdə buyurur ki, əl-ilmu saydun dabtuhu qay. Elm bir ovdur, onu ovlamaq isə onu yazıya keçirməkdir. Və bunu Allah Resulü öz zamanında, öz sağlığında sahabələr deyirdi. Və yaxşı sual, bu boş iddiadır ki, sahabə minə yaxın hədis yazır. Haradadır o hədislər? İmam Əhməd Musnədində. Həmin sahabənin yazdığı hədislər, Abdullah ibn Amr'ın Musnədi minə yaxın hədis. İmam Əhməd Musnədindədir. Var, qorunur. Nəsillərdən nəsilə keçə gəlib İmam Əhmədə çatır və rahiməhullah müsnədini alır. Və bu iddia da batildir. Və başqa bir şübhə bundan ibarətdir ki, deyiblər ki, sünnət bəşər tərəfindən yazılır. Buxari, Muslim, Abu Davud, Nəsai, Tirmizi, İbn Məcə, Beyhəqi və qeyriləri hədisləri yazıblar və bəşərdilər və xəta edə bilərlər. Vallahi, kim sünnətə tən edirsə və nə şübhələr gətirirsə, əslində onun sünnətə təni Qur'anadır. Və həmin şübhələri bir xristiyan və bir nəsrani götürüb, eyni ilə Qur'ana ata bilər. Bir nəsrani çıxar, deyər ki, o zaman Qur'anı da bəşər yazır. Qur'anı kim yazır? Bəşər. Və vallahi, dərinə geçsən, Qur'an barədə olan şübhələr, sünnət barədə olan şübhələrdən də çoxalar. Əgər onların şübhələri ilə yanaşsaq. Hamısı batildir. Çünki özü iddia edir ki, etiraf edir ki, Qur'an məhfuzdur, qorunub. Fikir verin. Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında Allahın kitabı Qur'anda və ya sahabələrin zamanında, Abu Bakrın zamanında, Osmanın zamanında Qur'an cəm ediləndə Qur'an-ı Kərimdə kitabda hərəkələr və nöqtələr var idi, yox idi. Qur'ana hərəkələri və nöqtələri artıran, şəddə, cəzm və sonra başqa şeylər artırıldı, bəşər olub, nə Rasul olub, nə sahabə olub, nə tabiin, nə də ətbə tabiindən. Sonraki nəsillər eləyib bunu. Və biz bilirik, ərəb dilində bir nöqtə və bir hərəkə bütün cümlənin mənasını dəyişə bilər. Yaxşı, bu hərəkələri, bu nöqtələri bəşər qoyub. Əgər bu prizmadan yanaşaq məsələyə, onda gərək Qur'ana şübhənə yanaşaq. Ki, orada nöqtə, hərəkə nəsə səhv ola bilər. Batil iddiadır. Və əslində sünnəti olan bu tən, Qur'ana olan təndir. Və sonra onlar deyiblər ki, Qur'an bir kitabdır, vahid bir kitabdır və sünnət isə belə deyil. Sünnət müxtəlif kitablarda toplanır. 1, 2, 3, 4, 5, 10, 15, 20. Amma Qur'an təkdir. Və belə danışıb gediblər. Və biz cavabında deyirik ki, bu iddia batildir və dəlildir ki, bu sözü deyən insan özü Qur'andan bir xəbərdir. Əslində Qur'an özü də 10 kitabdır. Nəzərdə tuturam 10 qirayəti, azı. Sual, bugün Qur'anda 10 növ, 10 cür Qur'an mı çap olunur? Bəli. Fəqət biz indi Asım qirayətini görürük.
Asim qiraətini görürük. Və Quran çapları Varış qiraətində, Abu Amr, İbn Amr, İbn Kəsir, Həmzə və qeyrilərinin qiraətlərində bugün istər Saudiyada olsun, Misirdə, və Türkiyədə və qeyri ölkələrdə Quran-ı Kərimi çap edən mətbəələr ki var, onlar başqa qiraətlərdə də Quran çap eləyirlər. Məsələn, Afrikanın şimalında bugün Asim qiraəti ilə oxuyan yoxdur. Bəlkə bugün orasan geçsən, bugün bizim məsciddə olan bu Qurandan birini də tapa bilməzsən orada. 10 cür qiraət var. Və bu qiraətlər öz aralarında müxtəlifdir. Ayələrin oxunuşu və hətta ayələrin sıralanmasına can. Məsələn, Asr surəsi. Asimin qiraətində 3 ayədir və ayənin sıralanması necədir? Ayələrin. Vəl-əsr. İnnəl insənə ləfī xusr. İlləl-ləzīnə əmənu və amiluss-salihəti və təvəsəv bil-haqqi və təvəsəv bis-sabr. İndi fikir verin Varış qiraətinə. Birinci ayə. Vəl-əsr innəl insənə ləfī xusr. İlləl-ləzīnə əmənu və amiluss-salihəti və təvəsəv bil-haqqi və təvəsəv bis-sabr. Bax, İxlas surəsinə. Bildiyimiz, hamımızın bildiyi Asim qiraətidir. Varış qiraətində İxlas surəsi 5 ayədir. Qul huvəllahu əhəd, Allahus-saməd, ləm yəlid. Ayrı ayədir. Və ləm yuləd, və ləm yəkulləhu kufuən əhəd. Kufuən yox, kufuən və s. Bugün 10 cür Quran var. Kitab olaraq, mushaf olaraq 10 cür Quran var. Həmin şübhə ilə onda Qurana tən edirsən. Və sonra deyiblər ki, sünnətdə zəif və səhih hədislər var. Ancaq Quranda belə şey yoxdur. Quran vahiddir və hamı onun səhiyliyində ittifaq edir. Bu da yalandır. Yaxşı, Quranda zəif, səhih var? Bəli, var. 10 qiraət, lap dərinə geçsək, 20 qiraət dərsində. Çünki hər qaridən də 2 tələbəsi nəqlləyibsə 20 qiraətə çatır. Onlardan əlavə 4 dənə qiraət var ki, şaz qiraətlərdir, zəif qiraətlərdir. Hətta Quranda bu var. 10 qiraət, səhih olan qiraət növlərdir və yerdə qalan 4 qiraət isə zəif qiraətdir, şaz deyirlər. Səhih qiraətin şərtlərini ödəmədiyinə görə namazda da oxuna bilməz. Əgər bu iddia ilə çıxış eləsək, sünnətdə zəif, səhih var, ona görə rədd edirik hamısını, onda görə Qur'anı da qəbul etməyəsən. Qur'anda da var səhih qiraətlər, var zəif qiraətlər. Necə olur ki, sən Qur'anda zəif, şaz olan qiraətləri atırsan və səhih olan 10 qiraətdən biri ilə Qur'anı oxuyursan, və biz də belə sünnətdə zəif olanı qoyuruq, səhih olana görə əməl edirik. Yəni, sünnətdə zəif nəsə varsa, bu bütün sünnətin tərk olunması demək deyil. Və sonra deyiblər ki, sünnət üçün, səhih hədis üçün şərtləri bəşər qoyur. Allahu akbar. Bəs Qur'an üçün, Qur'anın səhih qiraəti üçün olan şərtləri kim qoyur? Bəşər qoyur. O zaman ki, Osman radiyallahu anhu Qur'anı toplayanda 3 dənə şərt qoymuşdu. Və bugün bəzi şərtlər qoymuşdu və bugün 10 qiraət ki var, 10 qiraət üçün, ümumiyyətlə səhih qiraət üçün şərtdir ki, həmin qiraət Osmanın mushafinə uyğun olmalıdır və sonra ərəb dilinə uyğun olmalıdır və bir də mutavatir sənədlə gəlməlidir bizə. Və həmin şərtləri də bəşər qoyur. Fəqət bunlar etiraf eləyə bilmirlər ki, Allah Azza və Cəllə bu dini alimlərlə qoruyur.
İstər Quran olsun, istər sünnə. Və səhih hədis üçün alimlər 5 şərt qoyur. Və birincisi odur ki, hədis sənədi tam olmalıdır. Hədisin sənədində qopuqluq olmalı deyil. Və hədisi rəvat edən bütün ravilər adil və hifzləri yerində olmalıdır. Və hədisin sənədi və hədisin mətni illədən, gizli qüsurdan və şazılıqdan uzaq durmalıdır. Və hədis bizə, Allah Rasulunun sünnəti bizə sənədlə gəlir. Və bu din, bu ümmət sənəd ümmətidir. Və necə ki, Quran da bizə sənədlə gəlir. Bugün Asim qirayəti sənədlə gəlib bizə. Şu'bə və Hafs rəvat ediblər Asimdən. Asim, Abdurrahman Əs-Süləmidən. O da 4 ya 5 sahabədəndir. Ubey ibn Ka'b, Abdullah ibn Məsud, Zeyd ibn Sabit, Osman ibn Affan və Ali ibn Əbu Talib radiyallahu anhum. Və onlar da Allah Rasulundan, Allah Rasul Cəbraildən və Cəbrail də Allah Azza və Cəllədən. Quran da sənədlə gəlib bizə. Və bugün hətta Quranın sənədi bugünəcən mövcuddur. Qardaşlar var ki, onlarda Quranın sənədi var. Ta Allah Rasuluna can çatan. Fəqət bunlar qəbul etdikləri Quranda belə cahildilər. Hətta bunlar Quranı düzgün başa düşməyiblər, qaldı ki, sünnəti başa düşsünlər. Və sonra bunların əsas şübhələrindən biri nədir? Bunlar sünnətə Buxarinin müstəqil kitabı kimi baxırlar. Və ya Müslimin və qeyrisini. Və sən deyəndə ki, mən sünnətə tabeyəm, onlar sənə deyir ki, sən Buxarini təqlid edirsən. Həmin şeyi Quran barədə də demək olar. Onda biz deyirik ki, onda əgər sən sünnətə Buxarinin kitabı kimi baxırsansa, onda gəlsən də Qurana Asimin kitabı kimi bax. Abu Amr'ın kitabı kimi bax. İbn Amr'ın kitabı kimi bax. Hansı ki, qirayət imamları. Əgər sünnətə tabiçiliyi Buxarini təqlid adlandırırsansa, onda Qurana tabiçiliyi İmam Asimə təqliddirmi? Demək istədiyim nədir? Bugün onların sünnətə təni Qurana təndir. Özləri bundan bir xəbərdilər və onların sünnət üçün gətirdiyi bütün şübhələri bir kafir, xristiyan və yəhudi götürər, eyni şübhələr ilə Allahın kitabı olan Quran-ı Kərimə tən edər. Və sonra bu tayfa iki əsas məsələ üzərində dururlar. Və indi qeyd eləyəcəyim məsələ, yəni müasir zamanda ortaya çıxmayıb, qədim dövrlərdə ortaya çıxan bir şübhədir və hətta bu şübhəni cavablandırmaq üçün İmam Suyuti rahmehullah müstəqil kitab yazıb. O da bir hədis ətrafında olan müzakirədir. Və Qur'anilər, sünnət düşmənləri belə bir hədislə çıxış ediblər. Deyiblər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub ki, məndən bir hədis eşitsəz, o hədisi tutuşturun Qur'anla. Ərziliyin o hədisi Qur'ana. Uyğun gəlsə və ya Qur'anda onun təsdiqini tapsaz, o hədisi qəbul edin, tapmasaz, rədd edin. Maraqlıdır. Sünnəti inkar eləyən sünnətdən dəlil gətirir. İnsan öz içərisində ziddiyyətdədir. Sən sünnəti inkar edə-edə necə sünnətdən mənə dəlil gətirirsən? Və müsibət bu deyil. Müsibət ondadır ki, hədis sözü batil hədisdir, münkar hədisdir. Səhih hədisi rədd edən münkar hədisdən dəlil gətirir nəfsinə görə. Hədis niyə görə batildir? Təbii ki, sənəd cəhətdən hədis batildir. İmam Suyuti rahmehullah bu barədə müstəqil kitab yazır. İstəyən o kitaba müraciət eləsin. Fəqət mən hədisin batil olduğunu mətni ilə başa salacam. Yəni, hədis batildir, dəlil elə bu hədisin özü. Elə bu hədisin özü hədisin batilliyinin dəlilidir. Nə üçün? Hədisə fikir verin. Güya ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub, hədisi qəbul edəndə onu tutuşturun Quranla. Quranda onun təsdiqini tapsaz qəbul edin. Yaxşı. İndi sən mənə bu hədisi dedin. Mən indi istəyirəm ki, bu hədisi qəbul edin. Məcburam bu hədisin özünü də Quranla tutuşdurum. Bu hədisi qəbul eləmək üçün
Məcburəm bu hədisi də Quranla tutuşdurum. Yaxşı, Quranla tutuşdururam. Bu hədisin təsdiqi varmı Quranda? Cavab yox. Deməli, hədis sözü də batildir. Çünki bu hədisin təsdiqi yoxdur Quranda. Hədisin mətni, hədisin özünün batilliyinin dəllidir. Və ikinci məsələ, başqa bir tayfa çıxıb. Bu da qədim zamanda çıxan tayfadır. Və İmam Şafi rəhməllah öz əsərlərində kifayət qədər cavablandırıb. Və bu da Qur'anilərin başqa bir formasıdır. Və əslində bu da sünnəti inkar eləməyə hesablanmış bir oyundur. Fəqət birincilərdən biraz fərqlənirlər. Və onlar deyiblər ki, şəriəti bölüblər iki hissəyə, əhkam, fikri məsələlər və etiqad. Və deyiblər ki, sünnə fikri məsələlərdə hüccətdir, etiqad məsələlərində hüccət deyil. Etiqadi məsələlərdə hüccət deyil. Bu nə deməkdir? Bu o deməkdir ki, sünnətdə, etiqada dair olan bütün şeyləri inkar edirlər. Məsələn, qiyamətin bütün əlamətlərini, Dəccal, Mehdi, İsa'nın gəlməsi və s. Və deyiblər ki, Quranda ayə var ki, qeybi Allahdan başqa heç kim bilmir. Və hədislər gəlir ki, qiyamətin əlamətlərindən, və bu da qeybdir, Peyğəmbər sallallahu aleyhi və sələm necə bildi bunu? Quranla ziddir. Əslində bunların bu sözü özü Quranla ziddir. Necə ki, Allah azə və cəllə Cin surəsində buyurur, Allah qeybini heç kəsə ishar eləməz, yalnız bəyənib seçdiyi rəsullarından başqa. Öz sözləri Qurana ziddir. Və bu ayə dəlildir ki, Peyğəmbər sallallahu aleyhi və sələm qeybdən xəbər verə bilər. Və bu dəlildir ki, qeybi məsələ etiqadi məsələ olduğuna görə. Bu ayə dəlildir ki, sünnət etiqadda hüccətdir. Və başqa bir misal, əgər məsələ belədirsə, sünnət etiqadi məsələlərdə hüccət deyilsə, məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm Muaz ibn Cəbəli Yəmənə göndərəndə və başqa sahabələri başqa yerə göndərəndə həmin sahabələrə dedimi ki, gedin o cəmaata yalnız fikri məsələləri öyrət, etiqad məsələlərini öyrətmə. Çünki Muaz ibn Cəbəl Allah Rasulundan öyrəndiklərini onlara öyrətirdi. Allah Rasul belə şey demədi. Və Allah Azza və Cəllə Peyğəmbərə tabiçiliyi Quranda əmr edəndə ki, ey iman edənlər, Allah Rasuluna tabi olun, o ayədə ayrım varmı ki, əqidə və ya etiqad? Və son olaraq, təbii ki, bu fikir öz içində ziddiyyətdədir. Və bir misalla bunu açıqlayacağım. Məsələn, bir insan bu iddianı açıq işləyir və deyir ki, sünnət yalnız fikri məsələlərdə hüccətdir, etiqadda hüccət deyil. Biz ona deyirik, yaxşı, səhih sünnədə varid olub ki, namazın sonunda 4 şeydən Allaha sıxınırsan. Cəhənnəm əzabından, qəbir əzabından, Məsih Dəccalın şərrindən, bildiyiniz duadır, hamımız namazın sonunda oxuyuruq. Sünnədə səhih sənədlə varid olub. Və bunu sənin namazda oxumağın etiqadi məsələdir, yoxsa fikri məsələ? Cavab fikri məsələ. Deməli, sənin iddiava görə sən bu hədisi götürürsən, çünki deyirsən ki, sünnət fikri məsələlərdə hüccətdir. Və bu hədisi götürürsən, namazında bunu oxuyursan, əməlləyirsən, namaz fikri məsələ olduğuna görə. İkinci, hədisin başqa tərəfini unudursan. Hədisdə Allah Subhanahu Peyğəmbər sallallahu aleyhi və səlləm Məsih Dəccaldan danışır. Qəbir əzabından danışır. Cəhənnəm əzabından danışır və bunlar hamısı etiqadi məsələlərdir. Və deyirsənsə ki, etiqadi məsələlərdə mən rədd edirəm sünnəti, onda elə çıxır ki, sən namaz fikri məsələ olduğuna görə namazda bunu oxuyursan, sünnət etiqadi məsələlərdə dəlil deyil deyəni oxuduqda inanmırsan. Hansı ağıl sahibi bu şeyi deyə bilər? Və xülasə, qardaşlar bu məsələlərdə diqqətli olsunlar və dua edirəm ki, Allah Azza və Cəllə bizi sünnət üzərində sabit eləsin və haqqı haqq kimi göstərib ona tabi olan və batili batil kimi bizə göstərib o batildən çəkinən qullarından eləsin.
Və subhanəkallahumma və bihamdik, əşhədu an la ilaha illa ente, estəğfiruka və etûbü ileyk.